Salam dostlar, bu videoda sizə su filtr sistemində ən vacib hissələrdən biri olan su çəni haqqında danışacağıq və sıradan çıxmış su çəninin necə göründüyünü göstərəcəyik. Baxın, burada gördüyünüz su çəni artıq sıradan çıxıb. Bu çənin son halıdır, yəni çən tam bitib. Əgər su çəninin alt hissəsində olan hava yerindən, yəni hava klapanından su çıxırsa, bu onu göstərir ki, çənin içindəki membran sıradan çıxıb və çən artıq işlək deyil. Bu vəziyyətdə çəni təmir etmək mümkün olmur, dəyişmək lazımdır. Amma çənin sıradan çıxmasını göstərən tək əlamət bu deyil. Bəzən çən su buraxmır, amma suyun dadı və qoxusu dəyişir. Əgər sudan dərman iyi, rezin qoxusu, pis dad, hətta yosun iyi gəlirsə, bu artıq onu göstərir ki, çən işləyə-işləyə köhnəlib və içəridə problem yaranıb. Yəni belə hallarda çən artıq normal işləyən çən deyil və dəyişmək daha doğru olar. Burada başqa bir vacib məsələ var. Orijinal markalı su çənlərinin üzərində adətən istehsal ili göstərilir. Bu çox önəmlidir. Çünki çənin neçə ildir işlədiyini həmin hissədən bilmək olur. Bizim tövsiyəmiz budur. Su çəni problem verməsə belə ən gecə 3 ilin tamamında dəyişdirilməlidir. Çünki çən zamanla daxildən yorulur, membran zəifləyir və suyun keyfiyyətinə təsir edə bilir. Ona görə su çəni seçəndə təkcə qiymətə yox, markaya və keyfiyyətinə də diqqət etmək vacibdir. İndi isə tövsiyə olunan su çənlərinə baxaq. Əgər münasib qiymətə normal keyfiyyətdə istəyirsinizsə, Tank Life su çənləri yaxşı seçim ola bilər. Əgər daha stabil işləmə, daha yaxşı təzyiq və daha uzun ömürlü istifadə istəyirsinizsə, Reverse Osmos çənləri biraz üstündür, amma qiyməti də bir qədər yüksək ola bilər. Əgər ən premium və uzun ömürlü variant istəyirsinizsə, Tank Pro su çənləri daha keyfiyyətli sayılır, amma qiyməti digərlərindən daha bahadır.